Burada sualınızda bir sual yarandı. Hədə kim tərəfindən? Bunları xahiş edirik, açıqlamasını verəsiniz. Şəriklik mənim qardaşım Mirzağa Uğurliyev tərəfindən, Əzizdən bir də onlar tərəfindən olub. Şəriklik bunlar ikisi arasında olub. Söhbətləri bir olub. Yəni Mirzağa Uğurliyev mənim qardaşım, Quliyev Əzizdən bir də şərik söhbətləri olub ki, şərik istəyəcək. Amma bir də nəsil üçün bazarı alıb bir yerdə işləyib, nəsli dolandırmaq kimi qarşılarına məqsəd qoyub mənim qardaşım ki, nəsli dolandırılmalı yox. Da buradayım işlə bazarını işlədib, nəsli dolandırmalı yox. Hədə qorxuda sonradan Quliyev Əziz tərəfindən qardaşıma məhdudiyyət qoyulub və bura gəlməsinə mane olunub ki, gəlib, hətta bir dəfə gəlib də polislə hədələnib Azərbaycandan çıxıb, gedib. Polis gəlib qapıya ki, sizi polis rəisi çağırır, siz işte gəlib görməsiniz polis rəisi. Ona görə də çıxıb gedib. O gedəndə ondan sonra da öyrənib ki, məhdudiyyət qoyulub, ondan sonra da gəlməyib Azərbaycana. Sənə çıxarılıbmı ki, qardaşınız haqqında Azərbaycana gəlsə həbs olunacaq? Siz dediniz məhdudiyyət qoyulub. Məhdudiyyət ondan ibarət ki, gəlsə həbs olunmalıdır. Var belə bir şey? Rəsmi məktub yollanmayıb, amma rəsmi qardaşım öyrənib ki, bu məhdudiyyət qoyulub. Ona görə də Azərbaycan daxil olmayıb. Və rəis də Qoravroskunun Cinayət Axtarış Şöbəsini yollayıb 2003-cü ildə hardasa gələndə, 2003-cü ildə bu şəriklikdən biraz sonra da gələndə polis rəisi, Cinayət Axtarış Şöbəsinin rəisini yollayıb qapıya ki, rəis sizi çağırır. Bu da getmədi, bildi ki, nəsə şərrənmə ola bilər. Prokurora zəng elədi, mənə prokuror getdim, qəbul elədi, rayon prokuroru. Zəng elədi rəisə, rəis dedi, ehtiyac yoxdur, yoxdur, gəlməsin. Ondan sonra da qardaşım çıxdı, getdi. Bu belə çıxdı ki, bu qovlamaq üçün bir hədədir ki, gəlməsiz rəisin yanında nəsə tədbir görülməsin deyinir, bu Respublikanı tərk elədi. Prokurorun köməkliyi ilə, rayon prokurorunun köməkliyi ilə o vaxt. Əzizin məgər əlləri bu qədər uzun idi. Əziz Azərbaycan dövlətinin qanunlarına deyil, şəxsi qanunlarla, Azərbaycanda şəxsi qanunlarla fəaliyyət göstərən qeyri-qara qüvvələrlə işləyirdi. Dediyinizdən belə çıxır. Bununla bağlı qardaşınızın hansısa bir hüquq mühafizə orqanlarına müraciəti olubmu? Olmayıb, hüquq mühafizə orqanları olmayıb, çünki ən yuxarı səviyyədə bunun adamları olduğuna görə, hətta bir dəfə gedəndən sonra burada bir neçə il sonra zəng eləyib Əzizə ki, bunu haqq hesabda bunu niyə eləyirsən? Bu deyib ki, mən